Salamlar değerli izleyicilerimiz. Bu ilin son YouTube videosunu çekirik sizler için ve bazı tövsiyelerimiz var. Bir göz həkimi kimi hər birinizlə daha gec və rutin müayinələr zamanı qarşılaşmaq istəyirəm. O baxımdan dediyim məsləhətlərə riayət etmənizi istərdim. İlk növbədə düzgün həyat tərzi göz sağlamlığımızın əsas açarlarındandır. Yaxşı yuxumuza gözümüzün və beynimizin ehtiyacı var. 7-8 saat yatmağımız olduqca vacibdir. Düzgün qidalanma, tərkibində A, E vitamini olan qidalardan bol istifadə etmədə göz sağlamlığımıza yaxşı təsir edir. Alma, bolqar biberi, kök, kələm, bax bu qida vasitələrindən bol-bol istifadə etməlisiniz. İçdiyimiz su göz quruluğu üçün olduqca vacibdir. Belə ki, indi demək olar ki, hər kəsdə göz quruluğuna rast gələ bilirik. Belə ki, həyat tərzimiz, yuxusuzluğumuz, telefon, kompüter, gadjetlarımız gözümüzün mayesini azaldır. O baxımdan rutin olaraq gün ərzində 6-8 stakana qədər su içməyiniz olduqca vacibdir. Havada gəzmək lazımdır. Belə ki, qapalı ortamlar gözlərimizə hipoksiya yaradır. Havasızlıq isə göz quruluğuna gətirib çıxarır. Günə 1-2 saat çöldə, havada gəzmək həm də uzağa baxmağımız üçün bir şərait yaratmış olacaqdır. Və ən əsası, yaxında nə göz işiniz varsa, telefonlar, kompüterlar, kitablar, dərslər hamısı zamanı mütləq və mütləq fasilələr verməliyik. Hər 30 dəqiqəyə 5-7 dəqiqə gözünüzü çəksəniz və uzaq nöqtəyə tuşlayıb baxsanız, gözünüz rahatlayacaq. Əgər tövsiyələrimə qulaq assanız, bizim sizinlə qarşılaşmamız ancaq rutin müayinələr zamanı və ildə bir dəfə olacaqdır. Gözlərinizdən müğayət olun.